Amerikadakı ən çox bilinməyən mövzulardan biri də ev internetinin qiymətləridir. Gəlin isə ev internetinin qiymətlərini çəkim göstərim və necə olur, neçə olur, onu görə danışaq. Və Xfind'in içində nələr satırlar, neçə satırlar, onu da göstərək. İki taylı qardaş var, deyir ki, hər şeyi ən ucuz və ən keyfiyyətlisini biz eləyirik. Görək necə olacaq. Deməli, bir dənə belə aparat verirlər. Özün quraşdıranda pulsuz olur. Amma kimsə gəlib quraşdıranda $100 alır. Burada üçün indi qeydiyyat aparır. Aylıqları da belədir. Bir dənə line pulsuz verirlər. 1 illik $40 ödəyirsən 1 ildən sonra. Aylıq da $50 ödəyirsən. 1 GB da internet verirlər. Yəni sürəti 1 GB olur. Ondan da əlavə belə iPadlər verirlər keyboardla. Aylığı $13.88. Nədir? RM3 aylığı $26 deyəsən. 26. Bunda aylığı $41'dır. Hamısının ödənişləri 36 aydır. Burada da mənasız nauşnik var. Maraqlı olan burada telefonların qiymətidir uşaqlar. 17 Pro Max $33 və $30 da 17 Pro'dur. Air $27. Bu nədir? 17 sadə $23, 16 $20, 16'ya $16. Bir dənə də o məsələni nəzərinizə çatdırım ki, bak qardaş, bunu çıxmır. Deyəsən qırdım. Bayaqdan dirəşirəm ki, bunu buradan çıxardım, çıxara bilmədim. Burada maraqlı olan nə idi, onu deyəcəkdim. iPhone 15 var, $17 düşür. Saatların qiymətləri də Ultra 3 22'dir. Bu $14'dır. Amma $13. Bu deyəsən havaydı. $8 ayda. Belə şey yoxdur. Bunlar da Samsunglardır. Bunun aylığı neçədir? $11, $15. Bu telefondur $22. Ən bahalısı budur $55. Bu nədir? Mənim başım çıxmır. Floyd. Qatdanlının da $30'dır. Gəldik çıxdıq Motorola'ya. Motorola'nın aylığı $9'dır. Belə şey yoxdur. $9'a telefon verirlər. Bu da Google'un o mən almazdım dediyim telefonları. $16, $13, $11 da bu da Galaxy. Burada da bir dənə belə maraqlı bir şey var. Kameradır, evə qoyursan. Bunda aylığı $5'dır. Yəni tək internet satmırlar da burada, hər şey satırlar. Aylığı $18'a da Apple TV, Netflix, bir də Peacock içində verir. Bu da məncə yaxşı təklifdir. Ara yerdə gəzirdim, Motorola'dan belə. Bilmirəm, işlədən olar yoxsa yox. Aylıq $5'a telefonun gördüm. Bu telefonların belə ucuz olmağına baxmayın. Çünki ayda da misal üçün $40 hər layına görə Xfind'də pul ödəyirsiniz. Bəs siz Azərbaycanda internetə, telefona nə qədər ödəyirsiniz? Bir də ateistdən məmnunsunuz yoxsa yox? Özünüzdən müğayət olun, növbəti videolarda görüşərik. Kanala abunə olmağı da unutmuruq.